Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli qrup üzvləri. Necəsiniz? Ümid edirəm hər biriniz yaxşı olarsınız da. Çoxdan da sizin üçün sual izahları paylaşmırdım. İstədim bugün belə bir maraqlı sual izahını paylaşım. Bu 6-cı sualdır. Yəni bu sualdır. Baxın, bu sualın izahını verəcəyim sizlər üçün. Deməli, nədir bu suallar məsələn? Deyir ki, AB 10800 EBOB AB 60 olsa əkəb AB-ni tapın. Bu tipli suallar necə edir? Həmişə belə veriləndə baxın, EBOB AB 60 hasildə belə veriləndə və yaxud cəm də verilə bilər. Məsələn, verə bilər A plus B 54. Belə edirsiniz. Nə edirsiniz? Baxın, A-ya deyin, A-ya deyirsiniz. Baxın, yuxarıdan yazıram, ox qoyub yazıram. Baxın, yuxarıdan ox qoydum, yazdım. A-ya deyirsiniz 60x, B-yə deyirsiniz 60y. Sonra yatırıb yerinə yazaq. 60x vur 60y eləyir 3600 xy bərabərdir 10800-ə. Hər nəysə, buradan da xy nə oldu buna? Hə, xy bərabərdir 3-ə. İndi burada nə ola bilər? X3 ola bilər, Y1 ola bilər və yaxud X1 ola bilər, Y2 ola bilər. Fərqi yoxdur. Gətirib yerinə yazsaq, onda 60 vur 3 eləyəcək neçə? 180. Deməli, A olacaq 180. B də olacaq neçə? 60. Fərqi yoxdur. İstəyir A60 olsun, B180 olsun, heç bir fərqi yoxdur. Bizə nə soruşur? Əkoblarını. Bunların əkobu nədir? 180 60-a tam bölündüyü üçün, 180 60-a tam bölündüyü üçün. Bunların əkobu nə olacaq? Bunların əkobu elə 180 olacaq. Cavabımız olacaq Y variantı. Bu şəkildə görürüz. Belə bir maraqlı sual. Yəni bu yazdığım əsas bax bu yazdığımdır. Əsas bax bunu bildinizsə vəssalam. Bu sualı həll etmiş oldunuz. Belə görəndə ola bilər ki, indi hər zaman mı 60x 60y şəklində yazılır? Xeyr. Burada məsələn 60-ın yerinə başqa bir rəqəm də ola bilər. 20 olar, 30 olar. O da deyirsiniz A məsələn 30 olsaydı deyərdik A 30x, B 30y. Yəni bu şəkildə. Cəm olanda bir də belə bir hasil veriləndə. Yaxşımı? Belə buranı silək. Deməli, sualın izahı bu şəkildə olmuş olacaqdır. Neçə vaxtdır sual izahı çəkmədiyimə görə yəqin ki, siz də darıxmısınız bu sual izahları üçün belə səsli şəkildə gözəl. Ona görə də görüm kimlər darıxıb. Yəni ona görə nə etmək lazımdır? Əziyyətin qarşılığı olaraq reaksiya bildirməyi unutmayın ki, mən deyirəm belə izahlar, belə maraqlı sual izahları tez-tez çəkmiş olur. Belə deyəcəklərim bu qədər. Sağ olun. Hər birinizə uğurlar arzu edirəm.